بسم الله الرحمن الرحیم و هو خیر ناصر و معین. قال الصادق علیه السلام کان من دعاء رسول الله اعوذ بک من امرأة تشیبنی قبل مشیتی. پیغمبر خدا dua eləyəndə deyərdi, Allah pənah aparam sənə. Qəbl az ki mən təbii qocalam, adamın bir ömrü var da, təbii ömrü. Məsələn 40'ı aşdın o yana, yavaş yavaş görsən da tüklər ağarır yavaş yavaş, o şəkli zahiri əvəz olur, o tip o qiyafə yavaş yavaş çönür. Nə qədər də cirim eləyəsən, nə qədər də aynanın qabağına keçəsən, day kar vermir, düşübsən üz aşağıya day. Ha əli atsan dəstiyə saxlayasan da durmur. Da gedir üz aşağıya da. Peyğəmbər də burada 40 sinindəkilər düşüb üz aşağıya. Yəni nə qədər başarısız da o tərəfə fikir eləyin da. Yəni da uşaq deyilsən sən ələn Səvahil Antalya fikir eləyəsən da. Sən o zamanın keçibdi. Hər zadın bir dövranı var, hər zadın bir zamanı var, hər zadın bir yaraşığı var. Libasın bəzən adama yaraşığı var. Adam 24 sinində, 25 sinində koş şalvar da geysə yaraşar, li şalvar da geysə yaraşar. Amma adam 70-80 yaşında bir dənə keşirli şalvar geylə. Niyə güldüz? Sən görsən yaraşmır da bir navıya. Zorla deyək. Xoş pəs yaraşmır. İndi bir dənə insan hər nə qədər öz libasını tanıya, elə betərdir. Libasını tanıya, əsalətin tanıya, bilə kimdir, hardan gəlib. Çoxları kətdən cafeynlərin satdılar, gəldilər, şəhərdə löğünləri azdır. Dünən SMS verib, haca, xiyanətdən danış. Xiyanət məmləkət alıb ağzına gedir da, bilinmir ki, xiyanət olan yerdə da oxunmaz ki, mən nə Hüseynciyəm, sinə vırram. Xiyanət, əlan bizim mütəhillərimizin cəmində bu çox bətər bab olub. Bəladır, bəlayı xanı mansuz. Getdi adıqahlara pərvəndə yığılıb pərvəndənin üstünə. Xiyanətə. Niyə gərək bu cür ola? Adam var o təbii ömründən qabaq qocalar. Adam var görərsən bir bəlahay nacahanı gələr, adam o təbii ömründən tez qocaldar. Cavanzı hadisə-i pir mi şəvəd qahi. Peyğəmbər buyurarmış, Xudaya pənah aparam sənə. O xanımın şərrindən ki, məni özüm qocalmamış, o məni qocalda. Bir işlər görə mən qocalam, bir işlər görə də qolu biz tütdə dişim bağırsağımı kəsə, əsabım xurd ola. Baba öz rəvişu getdi. Gör nənön nə cür zindəcanlıq elədi, dədön nə cür zindəcanlıq. Ha niyə? Özündən çıxıbsan axı. Əbəyə biz gərək pullananda löğünümüz azad. Və ya camiədə biz zindəcanlıq eləyirik özgüyə görə. Mərdümün sözü ilə zindəcanlıq eləsən, xanə xərab olmalısan. Mərdum adam nuzula salar, oğurluğa salar, çeşmü həm çeşmi, xəbasət, qeybət. Niyə? Bunlar hamısı nəşət girifdə çeşmü həm çeşmidir. Allah Peyğəmbər sövən zindəcanlıq elə. Bax əsaləti və gör baba sənin dədön toyunda 20 litr məşrub içdilər, nənün üryan çıxdı, parçalarda çəmənlərin üstündə ərustonu ilə oyun çıxartdı. Baba bax özü və da niyə hammıyla filaninin qızına bax, filaninin oğluna bax, filan yerdə tağlar tutdular. Baba denə gör mənim dədəm kimdir, onun dədəsi kimdir. Baba niyə biz bunları bir salıb çıxmırıq? Niyə görsən getsən el adamdan yoldaş olubsan, dərson şaya dəyməz. Ağa onun dədəsinin kilası sənin dədön kilasına yeməz. Niyə gedib ondan oturursan dursan? Niyə dədön 50'li abırısın soğurusan gövə? İmam-ı Hüseynin məktəbinə biz bir belə cəmiyyət yığırıq, burada bir pəyam verək. Ay mərdüm, gəlin düz zindəcanlıq eləyək. Gəlin Allah Peyğəmbər sövən zindəcanlıq. Gəlin dostlarımızda bir təcdidi nəzər eləyək. Ağa yoldaş var, yoldaşın evin yıxırda yoldaş olandan sonra. Çə ağalı ola, çə xanımlı ola. Ağadır görürsən səndən dost olub, deyirsən Ərbəyin mixan verəm Kərbəla. Kərbəla, baba rəhmətli oğlu nə var Kərbəlada, orada o qət şuluqdur, basallı ayaq altında ölərsən. Hara gedə? Tayləndə, Özbəkistana gəl, Turhay müxtəlif elə yer tapmadın Kərbəla. Deyir, ağıl lalı ola sən səni, Seyd-i Şühədanın hərəminin səmtinə hər bir qədəm atdıqcan, bir dənə səfəri Kərbəla bərabər va 25 həccı qəbul şodədir. Mən necə bundan ayrı səfərlər bəy qabil qiyasdır. Gəlin öz
kilasımız dolaq, öz cildimiz dolaq, özgənin nəqşini oynamayaq. Elə hər zat bu cürdə yansılamağın faydası yoxdur. Adam var, dünyalığı var ha, gedai sifətdir. Adam var, dünyalığı var, gedai sifətdir. Adam var, kasıbdır, izzətli kasıbdır, belə ürzəli kasıbdır. Öz zindəcanlığın gedir. Adam var, görsən özgəni yansılır. Ağzı gözü əymənlə Səlim Məzdin zadı olarsan məsələn sən. Hə? Hər kəsə Bismillahirrahmanirrahim. Oldu Səlim Məzdin zadı. Yox baba, dünən dedim də Səlimin koşralvarın vurala mənbərin qabağına ha. Məndən cəmiyyət çox gələr ki, Turabin zindəsinə gəlməz, Vəli Səlimin koşralvarına gələr. O Səlim delə bir dəni ruzigardır. Nə nənələr doğub, nə də day doğar. Lingəsi yer üzünə gəlməz. Fəxridir, iftixardır. Day ərəb o, əcəm o, fars o, lor o, əfqanı hamı onun aşıqıdırlər. Day onun ədasını çıxartmaq olmaz ki. O dəsmalın belə çəkir, mən də dəsmalı belə çəkim. Ələ gözən bəzi adam Hollywoodun bazıgərlərinin oyununu çıxardır. Ağı baxın bura, bizim görək zindəcanımızda bizdən qabaqçı dədənənəmiz nə cür rəftarlıbsa, əli o cür gedək qabağa. Demirəm kur-kuranə, vəli cızıqdan çıxmayaq. Vaxtı mənim nənəm namazı şəbxunudur, dədəm gecə namazı qılan, bəndə hətta qəl vacib namazlarımı yerində, vaxtında yerinə gətirim. Da mənim ərəq içməyim da soğuşdu, mənim uşağımın ərəq içməyi getdi. Əgər bizlər bu bəlaya giriftar olsaq, yəni qərbizədə olmuşuq, xanə xərab olmuşuq. Qahiyələn xanımlarla müşküllərimiz var öydə. Niyə? Xanımın mənə xiyanət eləyib. Ağalı xanımını fərq eləməz. Allahın xain adamdan acığı gələr. Sən vaxtı bir nəvəndən peyman bağlıysan, tamam. Amma deyir baba, bir belə dusetdarəm nərdə adamı saxlayanmır. Ələ ki eşq aşığı, ələ ki, hər nə mənə məcazi. Necə dost tutmaqlarımızda məcazidir. Vəli görsən, məcazidə mərdum bir-birinə mehriban tərdirlər. Mehriban tərdirlər. Görsən bir dənə divana adam birinə peyim vuranda elə məhəbbətli peyimlər vurur. Adam deyir adam, kaş elə həmişə bu telegram halətdə olur. Çox əxlaqı telegramı mərdum dolu idi. Amma mütəəssifanə o cür dəyirik. İçərimiz bu modeldir, eşiyimiz bu modeldir. Adam var, gündə bir surətə düşür, gündə bir şiklə düşür. Hər yerdə görsən, özün hey müntəsəvvirə, həmişə bu vəzir vəzəra mı gərdin? Ya vəzir bekardı, ya sən də. Hə, vəzirə ya vəzir gitsin vəzarətinə, səndən nə işinə? Ha, vəzirin nə işinə məndən gündə dolana? Ya onun işi gücü yoxdur, ya mənim də ikimizdən birimiz bekarıq bu vəzətdə. Çünki ikimizin təxəssüsümüz yemir ki bir-birinə. Ha, mən vəzirimlə nə nisbətim? Ha, vəzirinlə mənim nə senqiyyətim? İndi mallah turabı oturadır. Baba, mən filan yeri şəhri darı ilə. Ha, görüm sən şəhri sazı başarırsan. Nəyə bekarsan gündə getsən xalqı dişindən qoysan. Hər kəsə nisbəti çatır. Ağa, familik. Çatmayana da deyir, süt qardaşıyıq. İkimizə bir nəfər süt verim. Ha, şah məriz oldu, bəndə xuda. Tamamı döhtürlər gəldilər, bunun baxdılar vəzinə, dedilər, sənin mərəzün bir dənə dərmanı biştər yoxdur. O da dur Rəsul, ulaq sütü içəcəksən, ulaq sütü. Dedilər, ulaq aradan da o ki, ulaq ki, təzə doğubdu, bir balası ilə gətirin. Ağa bir ulaq tapdılar, balaca qoduğunla bunları cəlalənə varid elədilər. Qəsrə. Ağamını kim sağsın? Şahın sütünə zəhrimar qatarlar, şahı öldürür, terör elərlər. Elə vəzir sağsın bu ulağı. Vəzir keş sağ bu bəndə xudanı. Vəzir çırmalanıb, vəzir ulağı sağır. Bu qoduq da hey başın soxur nənəsinin sütündən əmə. Vəzirin qoltuğundan qoduq. Vəzirinə tanıyır bənə, neynəsin? O bilmir ki bu kimdir. O istəyir nənəsinin sütün əmə, bu da hey vurur o yana. Deyədi köpək olmalı da, şahla da süt qardaş olubsan da, sənə də heç də demək olmaz. Elə mən bilirdim sənə neyniyəm. Buyurur rəsmin rusumdan çıxma var. Rəftarlarında kontrol elə. İmam-ı Sadıqa buyurur kanə min duai Rasulullah. İmam-ı Sadıq dua eləyəndə deyərdi Xudaya əudu bəkə min imrətin. Xudaya pənah aparıram sənə o arvadın şərrindən ki mən qocalmamış o məni qocalda. Rəftarları ilə, kirdarları ilə. İmam-ı Sadıq'da əqləbul ə'dailil mümin zəvcətussu. İnsanın
bədtərin düşməni əgər istəyə adama düşmən ola, adamın öz xanımı ola bilər. İstəyə bilər adama apar üstə, behtərin dostu ol adama, eləyə bilər adamın bədtərin düşməni ola. Adam görsən bəzən, öğlənəndən sonra hər nə mənəsi rəft amət qət olub, xanəvadələrdə ixtilaf qovzanıb. Niyə? Peyğəmbər daim mərdim istəyirsiniz deyəm, bədtərin xanımların halatı nə mənədir? Əla uxbirikum bi şərri nisaikum. İstəyirsiniz deyəm, sizin şərurtərin xanımlarınızın halətləri nədir? Qalu bəla. Ərz elədilər, ya Rasulallah buyur görək. Buyurdu, innə min şərri nisaikum əzzəlilətə fi əhliha. Bədtərin xanımlarınız odur, ərinin özünün yanında, famillərinin yanında xar ola. Yəni bir rəftar eləyib, nə qayının gözü var gəlini görməyə, nə qaynananın da halı xarab olur gəlinin əlindən. Yəni bir cür girib bu xanəvadəni vırıb bir-birinə, heç canı düşmən o hərəkət eləməzdi. Niyə? Çünki nənə dədəm bunu əvvəldə yollayanda düşmən yollayıblar ərin önünə. Dost yollamayıblar ki. Qaynanın qələt eləyir, əli vağdan qəriyə vurmasan, yeyib yatarsan, el olan vəzifəti sən qabağın dişliyə. Bu təfəkküründən gör, nə mənə kimi yollayırsan kimin önünə. Səhər bu gedər gün görər, səhər bu gedər orada qalar, səhər elə bir qolay əlim belə qozub, deyər vırdı məni öldürdü. Gündə bir dənə qan salar. Olub da tayfada, xanəvada barha görsənib. Buyurur bir iddə xanımlar var, gözdən özlərini elə salarlar. Ərin, baba, sən bu ərvə ehtiram eləmə, bu da heç keçəsən sağzına. Felani, nemidini çəqət dus etdarəm. Mən o dusemdari və mənim nənəm xuxandır, səni yiyəcək. Əgər məni çox istəyirsən, elə məni o nənə doğub da. Əgər məni çox istəyirsən, mənim dədəm delodur. Yo, onlar kara gəlməyəndirlər, məni tutubsan, məni də gör hansı mənfəyyəti və illə iş mən də dərdüvə dəyməzdim. Buyurur, əgər vaqəən məni çox istəyirsən, mənim xanəvadəmə izzət qail ol. Bir nəfərin dədəsini təhvil alsın, əlan burada mühəndis əbbasını deyəsən, dədəm filanıdır, ya Allah, ağanın xoşu gələr da, dədəsini təhvil al, tərəfin məhəbbəti çoxalsın. Uşağının üzündən öp, dədənin sənə məhəbbəti çoxalsın. Xanım istəyirsən, əriyin yanında əziz olasan, əriyin famillərinə ərziş qail ol. Əgər ərziş qail olmasan, gözdən düşəcəksən. Peyğəmbər buyurdu, bədtərin xanımlarız, o xanımlardılar, ərin familin saymazlar. Kişi də o cürdür, ha? Otururlar görsən, mən arvadın familiyə adam hesablamaram. Maşallah sən məhəbbəti ver. Baxın. Ağay möhtərəm, sənin qaynanın səndən kimi sənə məhrəm. Sən onu qəbrə də qoya bilərsən. O məhrəmdir da, öz nənə önən onun nə fərqi? İlə onu bir dənə özüvə nənə hesabla, o dədə hesabla. Və sən də olana niyə düşmənsən? Sən istəyirsən qaynanı o övə qoymayasan, amma xanımın səndən ön başına dolan, onu da yuxuda görərsən. Sən ona üzdə yaman deyərsən, o yavadca yaman deyər. Və onu dilincəzə bilərsən. Baxın bura, hər nə əndazə biz əməl kərdə, o əndazə qeydəcə özümüzə. Rəftarların bazda var, əməl əksül əməl. Sən bir dənə qoca kişi uşağa deyir, salam besərəm, özünə neynir? Özünə baba, pəsəndazı ehtiram eləyir da. Mən səni ehtiram eləyirəm, özümü ehtiram eləyirəm. Səni sındırıram, elə özümü sındırıram. Sənin şəxsiyyəti xurd eləsəm, özümü ərzişdən sallam. Mən vaxtı sənə görcək səlam çakir etəm, sən ürəyində məhəbbət tolid olur. Sən əslən naxudanqa məni çox istəyəcəksən. Bu bir dənə rəvanşinasıdır. Sən istəyəsən tərəfə qəsmanə həml eləyəsən, intizarın var səndən xoşu gələ. Xanımım istəyirsən, xanımın famillərə məhəbbət eləyən, famillərinə məhəbbət elə. Neynər? Bir gün onların familin çağırın, şam verin, ondan sonra bir gündə sizin familləri. Buyurur, istəyirsən məhəbbət mütəqabil, rəft, aməd. Caddəni həmişə görsən, do tərəfi eləyirlər. Bir tərəfdən maşınlar gedir, bir tərəfdən maşınlar qəyidirlər. Əla uxbirikum bi şərri nisaikum. Qalu bəla, qal innə min şərri nisaikum əzzəlilətə fi əhliha. Əl-əzizətə mə'əbəliha. Bəzi xanımlar var, öz famillərin görəndə ərini hesaba qoymaz. Gəlir danışma, vuruk qomşu, vuruk. Ağ rəhmətliyin qızım, bunu bu cür özündən cırmaqlamana, qovalamana kimin yanında əziz olursan? İstəyirsən deyəsən, mən bunu hesaba qoymuram. Hani istəyirsən nə mənə sabit eləyəsən? Ya ağay möhtərəm, cəm içində bu xanımın ya xurd eləysən? Xurd eləmə.
şəxsiyyəti xoşun gəlib nəvər səni xurd eləyə. Bir dənə sən bir ərzişlərin adamda görsən, o da özünə görə ərzişi var, şəxsiyyəti var. Əmir-əl-Möminin dünən ərz elədim. Buyurdu, bir dənə qarışqanın ağzından buğdan almaram, çünki onun şəxsiyyətini xurd eləmərəm. Əl-əzizətə mə'əbəliha. Əl-ismül huqudən ləti la tətəvərrə min qəbi. Buyurdu, bir iddələr xanımlar var, əslən heç zadı pis bilmirlər. Tühlərin eşikdə. Neyniyəcək? Baba o mantovu cəmil neyniyəcək? Bak beyazda neyniyəcək? Ürəyim pak olsun. Ürəyə yara çıxsın, heç bu ürəyə görmək olur ca. Görəcəm paydı ya nə paydı. Həzrət Abbası bir itdə başarmır nə cüzündə canlıq. Ağa öz yolu uci, öz libası uci, öz danışığında danış. O çoban qoyunu töhdü kəndə, baxdı gördü geçi gəlməyib. Dedi bu beş sahab həməşə ziyankarıdır. Çönüb o dərələrdə gülmül yeməyə. Durası qoyunu töhdü kəndə, iti götdü, qayıtdı. Qoyunu tapa gətirir geçini. Geçi də məşğuldur, çəmənlərdə, güllərdə otlayır. Birdən başın qovzadı, gördü, qurt durub başının üstündə. Dedi, geçi vacı, nigeran ki, deyəsən sən əlan mən burada yiyəm. Gördü də qaşda da tutacaq da. Dedi, yox elə, nənəm nəzr eləyəndə deyib, səni qurda rast gələsən inşallah. Elə, məni sənə nəzir deyib nənəm. Deyib, xeyli alim. Amadəsən səni yiyəm. Dedi, yox, nənəm nəzr eləyəndə, nəzrinə bir haşiyə dəvrib, tozihatında deyibdi, inşallah səni qurt yesin. Vəli səni hansı qurd istədi yiyə, o qurda 3 dənə təranə oxuyacaqsan. Ondan sonra səni yiyə bilər. Dedi, yatı, mən də elə bekaram. Mən yatıram, sən də təranələr oxu, mən durum işimi başlayayım, yiyeyim. Keçi əvvəl təranəni gedəndə, çobanda itinlə gəlir da, bildi, keçi bu dərədədir. Əvvəl səsini ucatdı, xəbər verdi ki, mən buradayam. İkinci təranədə çoban yetirdi, üçüncü təranədə çoban iti, qurdu götdü qoydu ayağının altına, əsası halın tutdu, qurtmığın əlindən bir cür qutardı, qaçdı, durdu dağın başında. Keçini də çoban vurdu qoltuğuna, qaytarır kəndə. Keçi çobanın qoltuğundan baxdı qurda, dedi, qurt köpək oldu. Axı görüm, nənün təranə ilə keçi yemişdi, dədün təranə ilə keçi yemişdi. Buyurur, ennə min şərri nisâkum əzzəlilə fi əhliha. Bəttərin xanımlarınız olardılar, öz əhlə yalnızın yanında onların ərzişi yoxdur. Bəli, gedərlər öz ayrı yerlərdə deyərlər, izzət qazanacaq, olmaz. Buyurur, bir iddələr var, heç dadı pis bilmirlər, neyniyəcək? Xanımı möhtərəm, adamın üzünə deməzlər ki, tərəf bihəyə idi. Heç kəs o qırmızılığa deyir, gəl adamın üzünə deyir, əcəb bihəyə idi. Heç vaxt adamın üzünə deməzlər, sən heç çarba səlqön yoxmuş ha, gedəndən sonra deyərlər. Deyərlər, sən tüpürüm o səlqövə. Ya ərin görəndə deyərlər, kişi sən Allah onu çörəyinə də saxlamazlar. Neyini sən ona axı? Gəldim öveşiyə baxdım elə bir iş dağıtmışdı öveşiyi, rəhmətliyin qızı. Səhər durdun, naharacaq yatıbsan qəşək. Gəl üzüyü bir nahar qoy, bir çay qoy, öveşiyə yetiş. Libaslar hətta zikri deyirlər. Peygamber buyurdu, Ayşe koyma libaslar çok çitli qala. Çitli qalanda libaslar Allah'ın zikrindən gafil olurlar. Bir ayın libasını yığıb ambar eləyib üst-üstə indi. Bir gün tətilat ola ki, əri gələcək öydə oturamının yanında, bu da başlayacaq libas yumağa. Bir gün o fürsət tapıb oturamının yanında ki, gələmə danışaq, bu bərnamə töküb libas yumağa. Özdə bir ambar libas, nə vaxtdan ilə çıxardıbla atıb üst-üstə. Bu bir səlqün olsun rəhmətliyin qızı da. Baba Hüseyinçinin bax, ən-nizafətü minəl iman. İnsanın nəzafəti ilə, məhəlisə gələndə iş libası ilə gəlməzlər. Eşiyə getsən bazara iş libası ilə xəridə getməzlər. Xanımınla getsən bir yerə, pinti libaslarının düşümünün yanına. Onun başını salma aşağıda. Baxanda lağəl desin, bu da bizim ağamızdır. Hey bundan fasıla açır, sibqət tutur, keçir qabağa ki, bunu yine yetirməyə, bu da deyir, sənə deyərəm, məndən fasıla açırdı. Buyurur, bir iddə xanımlar var, əl-mutəbərricə izə qabə anhə bələ. Bir iddə xanımlar var, ərinin yanında mühəccəbə, özü təhk edəndə çadırası kifindədir. Bu xətərnak adamdır ya. Bu xətərnak adamdır. Eşiyə təhk çıxanda
ərin gizlin görəndə, qayibdə görəndə hər oyunu var. Əl-mutabarricə, yəni nə mənə velinquvaz, nə baş məlumdur, nə qış məlumdur. Çadranı itəlib cibə, deyir kim burada məni tanıyır, kim kimədir? Deyir bu xanım pis xanımdır ha, Peyğəmbər bu standart adam deyil. Əl-Həsan mə'hu izə həzərə, əlləti la səmə'ə qavləhu və la tuti əmrə. Əri hər nə mənə deyir, onun ləcinə get. Deyir, bu günü örtmə örtəcəyəm, filan yerə getmə gedəcəyəm, filan ilə dost olma olacağım. Baba, bu bədbəxt gendən baxır, görür o xanım sənin dostluğun dərdinə deyil. Ağa da bu cürdür da. Ağıya hey desən, bu xərəfkarla dolanma. Ey babamın xəlafı ilə mənim nə işim? Ha, iştibah eləmə. İştibah eləmə. Xarab meyvəni qoyanda salim meyvəni yanına lək salır onun üstünə. Baba ne aşkalıyla dolanırsan, gidiyoruz hemşehriyle oturdu da. Bir tane Hüseyinçiyle oturdu, bir tane paç adamla, namaz kılanla. Neye bir tane gelip xəlafkarla oturursan ne mən ya onu islah eləyəmsən, at ötür götürsün geçsin, sen bundan başaranmısan, yoldaşlığı dərdüvə dəymez. Ağa vaxtı xanıma deyir, xanım bu xanımla oturup durma, bil ki onun moridində bir şeyler eşidibdi. Deyir xanım dolanma, mərdum bunun moridində yaxçı nəzər vermirlər. Və izə xəlabəha bə'ləha ve temenna'd minhu temenna'd sa'be, buyurur elə xasteleri var ha, kişini salıp meşakkate. Getmişəm görmüşəm 14 milyona tərəf elçiydi alıp Roziyə getmişdi böyle. Ha Roziyə salanlarda da günah var. Roziyə gedənlərdə də günah var. Rozular bir dənə. Rozə təzə moblu alıb, qəşəy övə xəş qoyub yetişib. Süfreyi Həzrət Rüqəyyə saldı. Qurban olum Həzrət Rüqəyyə. Süfrələri ilə də millət də düşüb bir-birinin canına. Nə süfrəsi istəyir o moblu görsədə da mərdümə. O istəyir o pərdəni görsədə. Ağa mənim də yaranəmi verməyələr, heştat la mövcud, fulus heştat. Arvat gecə gəlib qaşqabaq yerinə. Bax bu xanım Roziyə getdi, hə getdim. Xob nə xəbər, Allah qəbul eləsin. Hə Allah qəbul bir ah çəkir, ahınan adamla düz nə ki var yamanı deyir. Yəni sən övün yıxısın, sən kişisən. Babam məni bədbəxti niyə tacirinən bir yerə qoyubsan axı? Baba mənim gücüm çatmaz o cür zindəcanlıq eləməyə. Mənim elə yorğanım qədər qıçım uzaldaram. Buyurur bir işlerden gördüm filan mobla alıp 10 milyonu. Ağa mənim yoxumdu neyniyim? Deyir xanım vadar eləyir ərin bir işlərə, nuzula düşür, oğurluğa düşür, xefciliyə düşür arvadın qorxusundan. Məbadabının ağzın biləxərə bu cürüsünə bağlıyor. Peyğəmbər burada bunlar pis arvaddılar, pis xanımdılar. Adam da kişisin əmirəl-müminini vaxtı xanım Zəhra evdən çıxanda bizlər qızlarımıza dizdayağı ve xeyir dua veririk. Xeyir duayan nə mənə? Gedəndə buna bir dua oxullah, inşallah xoşbəxt olasan. Peyğəmbər xeyir duası nədir Zəhraya? Bəh, bəh, baba vallah olğu qərar versək, yıxılmarıq. Peyğəmbər xanım övdən çıxır. Buyurdu kızım Zəhra. Bəli baba. Kızım Zəhra, məbada Əlidən bir şey istəyəsən. Kudretinde olmuyor ama oğlum utana. Hiç vaxt bu işi görme. Əlini utandır. O da əmirəl-müminin gəldi övə. Əm qızı nə mənə var yeməyə? Ərz elədi əm oğul 3 gündür uşaqlar bu quru xurma ilə yatırlar. Mən də sənə demirəm, Peyğəmbər buyurub səndən bir şey istəməyəm ki narahat olasan. Deyim şahid gücündə yox. Burada kaş bunu mənə tez deyəydi. Tez Peyğəmbər çıxdı əmirəl-müminin. Kişi baxıb görsə əhləyalı acdı ha, qururun zındırar. Çıxdı bir nəfərdən borc aldı ki dirəm. Qoy lağəl balalan bugün rahat yatsınlar, sabah biləxərə cürələri verecek. Gəlir, gördüm Miqdad durub küçədə, getmir. Miqdad və burada neyləsən? Ərz ilə dağa uşaqlarım ilacdılar, ağlayırlar da qorxumdan, utandığımdan. Bilə, bir cür fişardıyam övə gedəmirəm. Burada bu 2 dirhəm, ged onlara bəsayla. Əmirəl-Mömin getdi məscidə. Bilmirəm nə hikmət var, 2 gündür Rozi Həzrət Zəhra oxunur. Özdə bir müqəddimə, bedun həmahəngi. Və bu məclisin də axırıdır bu günlərim.
İnşallah به دستان خانم زهرای مرضیه ام الائمه ürəyi gün at xanım Zəhranın daməninə. Dinə xanım 6 gündür burada balığa əza saxlamışam. 6 gündür. 6 gündür. O qeyrətli kişi gedirdi, işləyirdi. Bir gün getdi, sübdən qaldı naharamını aparmadılar işə. Da tapılmadılar. Dedi də neynim qoy gedim oturum məsciddə. Kur'an oxudu. Namaz qıldı. Bugün Allah işlədik. Akşam xanım dedi, xanım ağa be pul deyil. Ərbabın elə bir şey 3-4 günlükdür. Pul verəcək. Allah rəhmən rahimində o yanda yalvarır Allah. Abırım getməsin balalamın yanında. Sabah da gəldi, o iş aparan olmadı. Getdi məsciddə namaz qıldı. İbadətə qət getdi. Kişi bə çörəkdən zatdan. Dedi bugünlərimdə hənuz verməyib da sabah hətmən inşallah təsviyələrlə bir yerlik verər. Əgər verməsə da heç övə gəlməyəcəyəm. Allah'ın pulu gəlləm. Ağa büyüyündə getdi, aparan olmadı, getdi məcidə, gəldi, otdu qapıda da qorxusundan, utandığından gələnmir. İçəri xanımı çıxdı, gördü kişi oturub qapıda, kişi bə. Niyə oturubsan burada, o vəsailləri yollayıbsan, nə qət vəsail gətiriblər. Dedilər, 3 gün bir də işləmişdi, 3 günü muzdun. O Allah kərim Allah'dır. Əmr-el-Mumni getdi məscidə. Peyğəmbər üzündə olandırdı. Əlican, bugün Şama gələcəyəm sizə. Adam birdən qaynatası adamma deyir, adam deyəməz, yox, gəlmə, ömrümüzdə iştat yoxdur. Ya Rəsulallah, qədəmin göz üstə, ağa buyuruz. Tez namaz qutulacaq. Durdu, tez gəldi və Allah, iştat döydə yox. Xanıma hər ason rəngi qaçıb, xanım Zəhra, odu da tay gəlməz. Tamamı bu qapını açırdı, bir şeyə baxırdı Əlinin üzünə, Əlinin qəmləri dağılırdı. Niyə xanımdan sonra Əli dərdin quyuya deyirdi. Adam tapırdı ki, tamam qəmxarə Əli Fatimədir. Həm oğlu bə rəngün niyə qaçıb? Ərz elədəm qızı, babam Peyğəmbərdə gəlir Şama Heştatdan. Füyürdəm oğlu, öz vəslən nigeran ilə. Babam gəlsin, qədəmi göz üstə. Çadır səbin saldı başına. Əyləşdi mihrab-ı ibadətində 2 rəkət namaz qıldı. Ərz elədi, Xudaya, mənəm Fatimə, Peyğəmbərin qızı, Əlinin həmsəri, Həsən Hüseynin nənəsi. Babam mənə qonaq gəlir. Xudaya, məni babamdan şərmənd eləməyəsən. Zəhranın bu hərəkəti Cəbrəili indirdi aşağı, bu qəzayı behişdi. Çağırdım oğlu, ki bu qəzaları apar babamla meylini. Əli qəzanı görəndə dedi Allah, Zəhranı mənə çox gör. Allah Zəhranı Əliyə çox görmə. Qəzanı Əmir-el-Muminin gətirir, Peyğəmbər çağırdı. Əli, bilirsən bu qəzanı niyə yolladı Allah sizə? 2 dirhəm verdin, o miqdadın abrısını aldın ha. O biçarə gedənmirdi önə. Bugünlərim tamam giriftarları dua ilə. Bugün tamam girift müşkül olanları dua ilə. Axər gecədir, ha gərək biz gedək Qəmər-i Munir Bəni Haşim qeyrətdə Əbəlfəz qapısına. Qapını dövək. O 4 oğlu ölən Ümmül Bəninin bu günlər yaman günüdür ha. Bilir Mədinədə qiyamətdir. Amma hənuz karvan çatmayıblar Şamə. Vəli Mədinədə bilirlər Zeyd-i Şəhəda şəhid olub. Amma vaxtı Qəmər-i Munir Bəni Haşimin qəm xəbərin gətirirlər nənəsinə. Bəşir qaça. Görürsünüz bir nəfərin qeyrətli oğlu ölsə, onun hələ nənəsinə demiyorlar oğlun ölüb. Onu müqəddiməçiydi ilə deyərlər. Ki gedək deyə təsadüf eləyib filan. Onda 4 oğul ola. Bəşir varid oldu, ya əhləl Mədinə, la müqamələkum, qotiləl Hüseyin ətşana. Ay mərdum, evləriniz yıxılıb, xəbəriniz yoxdur, Hüseyini susuz öldürüblər. Gəldilər, mərdum belə tökülüblər, ha vurudiyə şəhrə, dərvazədə keçməli deyil. Bəşir deyir, gördüm, uca boylu xanım yapışıb, nocavan balanın əlindən gəlir. Dedilər, bilirsən bu kimdir? Bu Ümmül Bənin Əbəlfəz nənəsi. Dedim, Allah özün kömək elə. Necə buna deyəcəyəm, oğlun ölüb, Allahu Əkbər.
Səsləndi ya Bəşir. Ədəbə bax Ümmülbənində. Elə Ümmülbəninin oğlu gərək Əbəlfəz ola da. Ya Bəşir, hal xəbərun min Əbi Abdillahil Hüseyn. Bəşir, mənə Hüseyndən bir xəbər. Bəşir baxdı, dedi, xanım qutilə Cəfər, oğlun Cəfər öldürdülər Kərbəlada. Dedi, Hüseyndən mənə bir xəbər. Oğlun Fəzli də öldürdülər, onu da. Deyir, gördüm, əslən mütəvəccə olmur. Dedim, qutiləl Abbas. Xanım oğlun Əbəlfəzi də şəhid elədilər. Buyurdu Bəşir, mən səndən bunları xəbər alıram. Həl xəbəru min Əbi Abdillahil Hüseyn. Baba, Hüseyndən mənə bir xəbər ver. Dedim, Hüseyni axtarson, cənazəsi Kərbəla çölündə, yaralı başı da məclisi Yəzididə. Gördüm, yapışdı o cavanın əlindən, dedi, bala, gəgedə, indi bildim, yətim olub.